Əhməd Əhmədov 16 ruhi xəstə ilə birlikdə nəzarətçini qətlə yetirərək dəlixanadan qaçıb. Yox, belə olmuyor. Biri yazır marketdə qırğın olub, biri yazır qiyam başlayıb. Kim nə eşidirsə üstünə 5-ini də qoyub paylaşır. Sonra isə bütün internet panikaya düşür. Və bunu edənlər adi insanlar yox, minlərlə izləyicisi olan xəbər səhifələri. Əhməd nə Əhməd imişsə reklamı bitmədi ki, bitmədi. İzlənmə yığmaq istəyən hər kəs onun adından istifadə edir. Eyni şey son günlərdə yayılan bu gənclərin dəm qazından zəhərlənmə hadisəsində də yaşandı. Üzləri açıq şəkildə yayıldı, ailələri internetdə atıldı. Ortada dəqiq fakt olmadan hekayələr uyduruldu. Halbuki belə məlumatlar gizli saxlanılmalıdır. İş onsuz da polisdədir, dövlətdədir. Lazım olan nə varsa edilir. Şərhlərdə isə insanlar sanki hadisə yerində olubmuş kimi danışır. Hollywood ssenariləri yazılır. Nəticədə şayələr böyüyür, qorxu yayılır, həqiqət isə itib gedir. İnsanların şəxsi həyatını yaymaq, yalan məlumat paylaşmaq, böhtan atmaq, bunlar hamısı cinayət. Gördüyünüz kimi buna görə cərimə, hətta həbs oluna bilərsiniz. Bu məsələyə qaldıqda isə Daxili İşlər Nazirliyi açıqlama verdi. Xəstələrin qaçması ilə bağlı yayılan məlumatların yalan və dezinformasiya olduğu bildirilir. Amma xeyri yoxdur, çünki qorxu ən sürətli yayılan virusdur. Bir yalan 1000 dəfə paylaşıldıqda insanlar onu həqiqət hesab etməyə başlayır. Bir müddət sonra isə artıq heç kim araşdırmır, sadəcə inanır. Ona görə də izlədiyiniz səhifələri diqqətli seçin. Bir xəbərə tək mənbədən baxıb inanmayın, mütləq araşdırın. Salamat qalın. Hə, bir də səhifəni izləsəniz sevinərəm.